Cruises.az-ın dəyərli dostları, müştəriləri. Deməli, Odyssey of the Seas gəmisində Royal Caribbean'ın ən böyük gəmilərindən biri günorta nahar yeməyi vaxtıdır. Nahar yeməyində əsasən qonaqlar şəhərlərdə gəzdiklərinə görə biraz sakit olur. Deməli, həmən girər-girməz bir girişdən sağ tərəfdə dondurmalar yer alır, pulsuzdur. Elə kurabiyə tipli kukislərdir, çörək növləridir və gəlirik. Deməli, meyvə və salatların olduğu bölüm. Çox keyfiyyətli, miqdar etibarilə kifayət qədər bol sousları. Bu sadəcə meyvə bölümü. Gəldik. Biraz soyuq qəlyan altı və supların olduğu bölüm. Çox müxtəlif çeşiddə. Soyuq qəlyan altlardan rahat bir şəkildə bunlardan götürə bilərsiniz, əgər atışdırmalı bir şeylər istəyirsinizsə. Bu ikinci bölüm. Favoritlər bölümü var, hansı ki, bir çox müştərinin daha çox yaxınlaşdığı hissə balığından, toyuğundan, ətindən bol-bol sifariş verə bilərsiniz, götürə bilərsiniz. Balıqdır. Tartar sosu ilə balıq. Ayrıca limon sosunda balıq, ət bölümü. Vejeterianlar da yaddan çıxmayır. Vejeterian olan dostlarımız buradan əldə edə bilirlər. Dünyanın bir çox ölkəsindən insanlar incəlirlər. Desert bölümü var. Çox rahat bir şəkildə bu desertlərdən əldə edə bilərsiniz. Maraqlı desertlərdir. Daha sonra o bir tərəfdə isti yeməklərin olduğu bölüm var. Hansı ki, biraz daha pastaların olduğu bölüm. Burada Asiya mətbəxindən hazırlayır. Və hot dog və burgerlərin olduğu bölüm. Bu sadəcə açıq bufetdə olan hissədir. Və digər restoranlarda da hansıları ki, yeməklərinizi yeyə bilirsiniz. Orada da kifayət qədər geniş seçim var. Və restoranın özü də bax belə çox həddindən artıq böyük bir restorandır. O hissəni açmayıblar, çünki günorta vaxtıdır, müştəri sayı çox deyil. Bax belə. Çox da ləzzətlidir yeməkləri.